Əziz müəllimlər, mən Günel Əliyeva. Bu qısa videoda sizə Jean Piaget nəzəriyyəsi haqqında məlumat verəcəm. Deməli, Jean Piaget'ə görə uşağın inkişafında özünün rolu böyükdür. Yəni necə? Yəni belə ki, uşaq ətraf aləmi məhz özü dərk etməlidir. Yəni özü kəşf edən zaman daha yaxşı dərk edir. Ona görə də uşaqlara imkan yaradın, şərait yaradın ki, qoy özləri kəşf etsinlər. Bax, bu zaman daha da yaxşı başa düşürlər, daha da yaxşı dərk edirlər, anlayırlar, səbəb-nəticə əlaqəsini çıxardırlar və s. Və Jean Piaget'ə görə kognitiv inkişafın, yəni zehni inkişafın 4 dənə mərhələsi var. Hansılardır bunlar? 0-2 yaş aralığıdır bu mərhələlərdən biri. Deməli, hissi hərəki mərhələdir. Hissi hərəki. İkinci mərhələmiz ilkin əməli, üçüncü mərhələmiz konkret əməli və dördüncü mərhələmiz isə formal əməli. Bunlarla bağlı daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, əlbəttə ki, Günel Əliyeva YouTube kanalından izləyə bilərsiniz. Təşəkkürlər.